Mən hər şey düzün deyirəm deyənə insanlar məni qəbul eləmirlər. Mən dürüstəm. Özünə elə bir imic yaratıb ki, mən dürüstəm deyənə adamlar məni düzgün qarşılamırlar. Mən hər şey olduğu kimi deyirəm. Sənin haqqındır hər şey olduğu kimi demək. Sənin haqqındır hər şeyi, hər eksikliyi cəmaət üzünə vurmaq. Kim haqq verib bizə onu? Sonra da qalır insan tək. Biznesdə, biznes dilində, satış dilində bu ümumiyyətlə qəbul olunmur. Ancaq və ancaq proaktiv yanaşma, yaradıcı, nəticə yönlü. Mən bunu qazanmalıyam. Mən demirəm öz izzət-üzük, insan öz şərəfin, dəyərlərin ayaq altına atacaqsan. Qətiyyən bəzi insanlar bunu yanlış qəbul edirlər. Yəni bundan gelmir söhbət. Söhbət o ortamı qazanmaqdır, o insanı qazanmaqdır. O satış müqaviləsini qazanmaqdır. Mən bunu qazanmalıyam. Hə, mən doğru çıxdım. Mən doğru dedim, amma nəticə nə oldu? Heç müştəri ilə razılaşmadıq. Başqa şirkətlə müqavilə bağladılar. Hə, çox böyük bir iş görünsə, neynədin ki sən? Getdi də müştəri. Səni tərcih eləmədi, başqasını işləyəcək. Bu doğru adamdır. Sənə doğruluğun kimə lazımdır ki? Nə olsun sən doğru idin? Mənə lazım idi, həm doğru ol, həm də doğruluğunu o insan qazan da. Bu düşüncə çox vacib bir düşüncədir. Çox önəmlidir. Yəni özümüzü psixoloji olaraq biz satış meneceri kimi bu cür formalaşdırmalıyıq. Məsələlərə bu cür araşdırmacı yanaşmalıyıq. Yəni o çox vaxt fürsətlər elə oralarda gizli olur.